Naxçıvalan qəsəbəsi Şimal Dresdə yerləşən Fuad Fərhadoğlu adına 230 nömrəli məktəbdəyik. Bizi bura gətirən səbəbsə son günlər sosial şəbəkələrdə yayılan musiqi dərsindəki müəllim və şagirdin o səmimi rəqsidir. Gəlin siniflə yaxından tanış olaq. Söhbət bu görüntülərdən gedir. Video məktəbin 4-cü sinifində çəkilib. İbtidai sinif müəllimi Nurlanə Maksaliyevanın musiqi dərsində. Rəqs dərsləri alan şagirdlərdən biri ilə müəllimin videosu qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb. Həmin o çəkilən videoda balaca kiçik dərsdən bir hissəmiz idi. Həmin gün bizim musiqi dərsimiz idi və musiqi dərsində, dərslikdə Azərbaycan milli rəqslərinin elementləri göstərilmişdi. Bizdə də Nicat rəqsə getdiyi üçün Nicatdan xahiş elədi uşaqlardan biz bir yerdəki Nicat gəl elementləri uşaqlara əyani göstər. Təsadüfən o qədər gözəl görüntü alındı ki, mən də Nicata qoşuldum və xahiş elədik, bizi video yoldaşlar çəkdi. Nicatın maması çox sevindi. Çünki Nicat bizim sinifə gələndə daha ürkək idi, daha məktəbə biraz daha çətin öyrəşmək istəyirdi və hal-hazırda özü də rəqsə gedir və evdə rəqs etmirdi. Maması da mənə deyir ki, bəs Nicat evdə bizim üçün rəqs ifa etmir. Biz də təsadüfən rəqsini görəndə çəkdi. Həqiqətən də maması çox bəyəndi, çox təşəkkür elədi. Fərqli metodlarla, kreativ yanaşmalarla keçirilən dərs əlbəttə ki, uşaqların məktəbə həvəslə gəlməsinə xidmət edir. Ümumiyyətlə, müasir dövrün uşaqları üçün dərslərin əyləncəli keçməsi çox vacibdir. Çünki ağır dərs yükü ilə onların diqqətini təhsilə yönəltmək nisbətən çətin olur. Hamı rəqslərini bəyəndi və mən də çox sevirəm. Müəlliməmin keçdiyi bütün dərslər mənə maraqlı gəlir. Ən çox əyrəndiyiniz dərs hansı olur bəs? Elə olur, musiqi dərsində müəllimə mahnı qoşur, musiqi dərsi oxuyur. Bizim xoşumuza gəlir. Məsələn, ən çox riyaziyyat, fiziklər, biotexnologiya, onlar çox maraqlı keçir. Maraqlı keçir, misal üçün texnologiyada nə keçirsiniz? Texnologiyadan əl işləri edirik, kağızdan əşyalar düzəldirik. Hə, bütün dərslər maraqlı. Musiqi dərsi necə keçir bəs? Çox gözəl keçir. Nə oxuyursunuz, nə oynuyorsunuz? Müəllimə hərdən bir rəqslər qoşur, oynayırıq, hərdən bir tədbirlərə hazırlaşırıq. Nurlanə Maksaliyeva deyir ki, şagirdlərə dərs zamanı telefondan istifadəyə icazə yoxdur. Lakin musiqi, texnologiya dərsləri kimi bəzi fənlərin keçirilməsi zamanı şagirdlərə xüsusi sərbəstlik verilir. Bu da onların zehni istirahəti və özlərini gərgin hiss etməmələri üçündür. Əgər video etik davranış normalarını aşmırsa və uşaqlar da hamımız bu dəqiqə müasir uşaqlar da telefona çox böyük maraqları var və dərs prosesi çəkiləndə onlara daha yaxşı gəlir. Həm də valideynlər izləyir. Cəmiyyətdə bizim proseslərimiz necə təşkil olunur, dərs prosesləri açıq, şəffaf görülür. Təbii ki, çox bəyənirik, çox bəyənirəm özüm də dərs prosesləri. Həm də müəllimlər bir-birinin təcrübəsi ilə paylaşmış olurlar. Bir yeniliyi biz də öyrənmiş oluruq və yaxud başqa bir yeniliyi biz gətirmiş oluruq. Müasir və kreativ yanaşma üsulları ilə keçirilən dərslər həm də müəllimlər üçün faydalıdır. Onlar bu yenilikləri ilə yorulmadan bir neçə saat şagirdlərlə məşğul olur və müsbət nəticələr əldə edirlər. Gülnar Elqar qızı, Zaur Həşimov, Telesəhər.